Əziz qardaşım, nə qədər ki bu dünyada yaşayırsan, canın üstündədir, çalış, Allah yolunda sədəqə ver. Fərqi yoxdur. 1 manat, 5 manat, 10 manat, 100 manat, qədəri fərqi yoxdur. Bəs edər ki, o sədəqəni xalis Allah üçün verirsən. Allah yolunda sədəqə vermək bir çox xeyirlərə səbəbdir. Vallahi cənnətə düşmək üçün səbəbdir. Cəhənnəm odundan qorunmaq üçün səbəbdir. Günahların bağışlanması üçün səbəbdir. Malın bərəkətli olması üçün, artması üçün səbəbdir. Bunlardan əlavə İmam İbn Qeym rahimehullah özünün yazdığı Vabilus Sayb kitabında görün nə deyir. Buyurur ki, فَإِنَّ لِلصَّدَقَةِ تَأْثِيرًا عَجِيبًا فِي دَفْعِ مِنْ أَنْوَاعِ الْبَلَاءِ Sədəqənin bəlanın müxtəlif növlərindən dəf olmaq üçün təəccüblü təsiri vardır. Nə demək istəyir? Biz bilirik ki, insanın başına gələn müsibətlər, bəlalar müxtəlifdir. Növləri fərqlidir. İnsanın malına ola bilər, canına ola bilər, övladına, ailəsinə, hər bir özünə aid olan, insana aid olan şeylərə Allahdan bəla, müsibət gələ bilər. Və İmam İbn Qeym rahimehullah buyurur ki, sədəqənin o bəlaların dəf edilməsində, insanın başına gələn bəlaların dəf edilməsində təəccüblü təsiri vardır. Hətta vallahi buyurur ki, وَلَوْ كَانَتْ مِنْ فَاجِرٍ Hətta facir insandan çıxsa belə, yəni facir insan, günahkar insandır, asi insandır, sədəqə verir, ona da aiddir. Hətta zalimdan belə, bəl min kafirin, hətta kafir insan, subhanallah, kafir insan bu dünyada yaşayır, sədəqə verir, xərcləyir, ehsan edir miskinlərə, fəqirlərə, onun səbəbi ilə Allah subhanahu wa ta'ala bu dünyada ondan bir çox bəlaları dəf edir, hətta kafir olsa belə. İmam İbn Qeym rahimehullah buyurur ki, bunu təcrübədən keçirənlər biliblər, görüblər. Onlar yaşayıblar. Ona görə çalış, qədərindən asılı olmayaraq, bacardığın qədər bu dünyada sədəqə ver Allah yolunda. Bəs edər ki, xalis Allah üçün verəsən.